Sizə əgər desəm ki, bir uşaqlıq şəklinizi xatırlayın, hansı şəkil yadınıza düşər? Şəkil o Sovet vaxtından qalan şəkillərdə qardaşımla olan şəkil. Bulvarda çəkilmiş şəkillərdir. O vaxtı biz orada gəzirdik həmişə Hüsnü Hacıyev küçəsindən. Babamla da çox gəzmişik, bəstəkar Musa Mirzəyev. Həmişə bizi ikimizi aparırdı. Həmişə gözümün qabağındadır ki, bizi necə aparıb o limonaddan içirdik, düşesdən bir yerdə qardaşımla. Hələ ki yadımdadır. O çox gözəl vaxtlar idi. Günay Mirzəyeva ilə Almaniyanın Stuttgart şəhərində görüşdük. Mənə musiqi sahəsindəki yüksək təhsilindən və zəngin peşəkar fəaliyyətindən danışdı. Soydaşımız Bakı Musiqi Akademiyasında, Stuttgart Dövlət Musiqi və Dramaturgiya Ali Məktəbində təhsil alıb. Avropanın müxtəlif ali təhsil ocaqlarında oxuyaraq yeni və müasir biliklər qazanıb. Yermi Musiqi Festivalındakı, Azərbaycanın Stuttgartdakı fəxri konsulluğundakı fəaliyyəti, Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olmaq Günay Mirzəyevanın bioqrafiyasını zənginləşdirib. Həmsöhbətim Stuttgart Xalq Universitetində beynəlxalq xorun rəhbəri kimi, bir sıra yerlərdə isə musiqi müəllimi kimi də çalışıb. Bütün bunlar soydaşımızın peşəkar keçmişinin sadəcə bəzi məqamlarıdır. ...2007-2014-cü ildə keçirilən müsabiqədə prezident təqaüdünü qazandım və buna görə Stuttgart Konservatoriyasına qəbul olundum, magistratura, bəstəkarlıq üzrə. Bura gələndə ümumiyyətlə çox çətin idi, çünki bizim mədəniyyətlərimiz fərqlidir. Yəni ona görə çox çətin idi əvvəldə. Həm dil çətin idi, həm yaşayış. Bura gələni Azərbaycan muğamımızı, mədəniyyətimizi təbliğ eləmək üçün bir addım atmışam və bugünə qədər bu davam edir. Çevrənizi necə yaratdınız? Çevrə konservatoriyada kollegalar var idi, professorlar və belə Azərbaycanı o vaxtı yox idi heç burada əvvəl. Sonra bir neçə il sonra Azərbaycanlı tələbələrlə də tanış oldum və onlarla bir yerdə vaxt keçirirdim. Onlar mənim konsertlərimə gəlirdi, konservatoriyada konsertlər keçirəndə əsərlərimi dinləyirdilər. Və əsərlərim də xüsusən muğam üzərində qurulan əsərlər idi. Və bundan başqa mən sonra elə gələndən sonra demək olar ki, dərhal bir layihə var idi Stuttgart Konservatoriyasında professor, mənim bəstəkarlıq üzrə professor dedi ki, belə bir layihə eləmək olar, nə layihə ola bilər? Mən də həmən fikirləşdim ki, bizim Azərbaycan musiqisini təbliğ eləmək istəyirdim və bu da alındı. Mən bir əsər yazdım, kamança və ansambl üçün bir əsər və sözlərində qardaşım Rüstəm Mirzəyev yazmışdı. Belə fəlsəfəvi bir şeir idi. Cahil və kamil haqqında, bir yol haqqında ki, hərə öz yolunu özü seçir. Və bu əsər Stuttgart Theater House-da, məşhur bir salonda bu əsər çalınmışdı. Ora eyni zamanda Azərbaycanlılar da, tələbələr də, professorlar da qatılmışdılar. Müsahibə boyu həmsöhbətimlə yeni həyata necə alışmasından da danışırıq. Tək günlər keçirtmişəm Almaniyada, amma bu günlər məni, yəni mən çox düşünürdüm və
Bu mənə təkan verdi ki, mən Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edim. Və bu günə qədər də mən bu işlə məşğul oluram. Ürəyimdə həmişə vətənim ürəyimdədir. Yoldaşımla tanış oldum. O da musiqiçidir, bəstəkar. Neçənci ildə? 2010-cu ildə biz tanış olduq. Biz İtaliyaya köçdük. Mən 2 il biz Romada yaşamışıq və mən orada da oxumuşam, konservatoriyada. Və orada amma hiss elədim ki, bu dəqiqlik yoxdur. Çox gözəl idi orada yaşamaq, amma çətin idi bir tərəfdən də. Ona görə geri qayıtdıq. Çünki yoldaşım da o dəqiqliyi daha çox sevir. Ona görə biz qərar verdik yenə Almaniya qayıtmağa. Çox yaxşıdır. Onlar bizə bənzəyirlər. Onların mədəniyyəti, onların özlərini aparmağı, ailənin sevməyi, yəni çox istiqanlı insanlardır İtalyanlılar. Ona görə çox şey çəkmədim. Yəni çox yaxındılar. Bizim ruhumuz oxşardı ona görə, amma biz burada Almaniyada özümüzü daha rahat hiss edirik. Bəzən çox necə deyirlər, belə vaxtlar olur ki, ürəyimiz sıxılır. Təbii belə bəzən çox sakitlik olur. Yəni bizim ölkələr kimi, Azərbaycan, İtaliya kimi, yəni bəlkə də o atmosfera yoxdur, amma ki yenə də buranı seçdik iş üçün və almanlarla işləməyə çox rahatdır, yəni bizə. Mənim babam bəstəkar Musa Mirzəyev, o da tanış olmuşdu Francesco-la. Nənəm Svetlana Mirzəyeva, jurnalist. Yəni anam, atam, yəni biz hamımız mənə heç vaxt deyilməyib ki, bir qadağa qoyulmayıb. Yəni mən uşaqlığım çox xoşbəxt keçib. Yəni həm uşaqlığım, həm sonra. Çünki mən həmişə özüm seçim eləmişəm hər şeydə. Bəstəkarlar biraz təkliyi sevir. Təbii ki, sosiallaşmağı da sevir, amma daha çox biz bir-birimizi anlayırıq. Ona görə çətinlik olmayıb. O Azərbaycanı çox sevir və Azərbaycan üçün çoxlu layihələr keçirmişik. Həm Azərbaycanda, həm İtaliyada, Almaniyada, Çexiyada, yəni fərqli məkanlarda biz işləmişik, onu işləyirik də və Azərbaycanı təbliğ eləmək yolundayıq həmişə. Azərbaycan evində həm də 3-cü, 4-cü nəsil diasporun ana dilini öyrənməsi üçün həftə sonu Azərbaycan məktəbi açılıb. Şagirdlər arasında Günay Mirzəyevanın övladı da var. Yeri gəlmişkən qeyd edim ki, 9 yaşlı Claudionun Azərbaycan evinin açılışında ana dilində şeir deməsi maraqla qarşılanmışdı. Gönül canım, Azərbaycan, Azərbaycan.
Adı Claudio'dur. 9 yaşı var və o da musiqini çox sevir və truba alətində çalır. Bizim arzularımızdadır ki, o dirijor olsun. Təbii ki, o öz yolunu özü seçəcək, amma yenə də belə məşhur bizim sevdiyimiz iki dirijorun adını vermişik. Azərbaycanı çox sevir uşağımız və dili biz yavaş-yavaş öyrənir. Claudio əsas indi Almanca danışır, İtalyanca başlayıb danışmağa nənəsi ilə, babası ilə. Çünki onlar başqa dil bilmir. Biz də Azərbaycan dilində çalışırıq ona öyrətmə. Özü də çox maraq göstərir və bizim də gələcək planımız odur ki, o kurslara getsin və çox sevgi ilə də bu dildə danışmaq istəyir. Yəni necə lazımdır, inşallah buna nail olacağıq. İndi Fərhad gələydi, əgər mən olaydım bu günün. Çünki mən Fərhad gələydim, mən olaydım bu günün. Çünki mən aşiqəm hər Xosrov şirin sükənə. Bakı üçün darıxanda hansı küçə, hara, hansı musiqi yadınıza düşür və yaxud kim yadınıza düşür? Hüsi Hacıyev küçəsi, Bəstəkarlar evi, mən orada doğulmuşam. Mənim üçün bu çox əziz küçələrdir. Çünki orada keçib uşaqlığım, o tərəflərdə. Biz niyə Azərbaycandan gedirik, amma Azərbaycan deyəndə kövrəlirik? Bilirsiniz, insan kədərlənəndə nədənsə, sonra oradan bir şey mütləq çıxır. Və mən kədərlənəndə mən əsər yazıram. Yəni o daha çox nostalgiya yaranır məndə. Həmişə yaranıb, həmişə ürəyimdə vətənim olub. Ona görə bunda bir xeyir də var. Yəni hər şeydə bir xeyir də var. Amma bu xeyir də nədir? Bu ölkəmə qulluq eləməkdir. Yəni mənim əlimdən nə gəlirsə, yəni mədəniyyət üzrə ya da başqa bir şey mən həmişə hazıram. Ona görə bu pozitiv bir şeydir məncə. Nə qədər də kədərlənsək, yenə də qayıdırıq ora və həmişə sevinirəm ki, nəsə bir ölkəm üçün nəsə bir şey edə biləndə. Yenidən 18-17 yaşınız olsaydı və sizə desəydilər ki, bu ölkəni seç, bu sənəti seç, bura get, yenə də eyni yolu seçərdiniz? Məncə eyni yolu seçərdim. Çünki mən həmişə uşaqlıqdan da çox istəyirdim ki, birincisi çox istəyirdim bəstəkar olum amma bilmirdim bu necə olan bir şey. Təbii ki, görürdüm atam bəstələyir, anam dirijorluq eləyir. Mən hər dəfə teatrlarda idim, nənəm jurnalist idi mədəniyyət üzrə. Ona görə mən uşaqlığım elə teatr, evdə musiqi, biri bəstələyir, biri oxuyur. Ona görə məncə başqa yol yox idi məncə. Amma mən heç danışmırdım, mən oxuyurdum. Ona görə yəni istedadım var idi və mən bu yola gəldim. Vətəndən uzaqlara səni qismət apardı. Doğma sahillerinden səni tale qopardı. Əl uzatsan vətənə, əllərini sıxan var. Məhəbbətlə vətəndə Sənə qucaq açılar. Almaniyanın nəyini Azərbaycana daşıyardınız? Əgər sizə bir belə ilahi qüvvə verilsəydi ki, bax bu mədəniyyətdəki bu elementləri apar Azərbaycanda bərqərar elə. Nəyi aparardınız birinci? Dəqiqliyi, söz üstündə durmaq məsələsi. Mən özüm də çalışıram, yəni söz üstündə durum. Əgər nə isə söz verirəm,
fikirləşib verirəm və bu dəqiqlik məsələsində çox istərdim. Və bir dənə də şey var, dəyişim, yəni inkişaf çox vacibdir. Misal üçün mədəniyyət Daha sürətli daha inkişaf edirlər. sürətli, daha fərqli necə deyirlər, fərqli istifadə etmək və ya yeniliklər deyək də, bu çox Yeniliklərə daha açıqdılar. daha açıq, bəli, daha açıq və belə, hə. Amma misal üçün almanlara da mən çox tövsiyə edərdim bizdən tolerantlığı götürsünlər, hər ölkəyə hörməti. Yəni bu bizdə məncə bizim yeganə ölkədir ki, biz belə bir tolerant ölkəyik. Hər bir vətəndaşa, hər bir ölkəyə bizim böyük hörmətimiz var. Heç kimi dininə və ölkəsinə görə ayırmırıq. Mən də bunu misal üçün almanlara tövsiyə edərdim belə bir şey, çünki çox qiymətlidir bu. Müsahibənin axarı bizi gah Azərbaycana, gah İtaliyaya, gah da Almaniyaya yönəldir. Məqam tapıb xaricilərin Azərbaycan musiqisinə maraqlarını da öyrənirəm. Bizim Alman və ya digər vətəndaşlarla da mən oxumuşam. Braziliya, Kolumbiya, İngiltərə, fərqli. Onlar həmişə maraq göstərib Azərbaycan musiqisinə. Mənim bu misal üçün orkestrlə yazdığım muğam əsərlərinə və ya həmişə diqqət göstəriblər və istəyiblər onu dinləmək. Yəni bu barədə çox açıqdılar və bu günə qədər həmişə çox belə yüksək səviyyədə keçib bu, yəni belə problem yaşanmayıb. Qarabağ azad olunandan sonra mən müsahibə götürdüyüm adamlara sual verirəm ki, əgər sizə desələr ki, sən Xankəndidə lazımsan, sən Şuşada lazımsan, bu sizin üçün müəyyən bir psixoloji zədə yaradar, yoxsa rahat gedə bilərsiniz? Rahat gedə bilərəm. Rahat gedə bilərəm, çünki ora bizim vətənimizdir və həsrət qaldığımız neçə il olan torpaqlarımızdır. Onlar bizim şəhidlərimizin qanı hesabına alınmış torpaqlardır və təbii ki, mən hər bir vətəndaş kimi mən də çox sevə-sevə, yəni bunu edərdim. Günay Mirzəyeva hazırda Stuttgartda yeni açılan Azərbaycan evinin rəhbəridir. Bilirsiniz, insan bir işini sevəndə, bir şeyi sevəndə heç bir şey çətin olmur. İnsan bir şeyi sevgi ilə eləyəndə nə qədər də vaxt sərf eləsə, nə qədər də güc sərf eləsə, mən bunu sevə-sevə edəcəm və necə ki, mən bu 15 ildir ki, mən burada fəaliyyət göstərirəm Almaniyada, elə də daha da çox qüvvətlə mən bunu davam etdirəcəm və hər gün, hər işə sevgimi qoyacağam Azərbaycan evində ki, bizim ölkəmiz tanınsın, həm mədəniyyəti, həm musiqisi, hər şey. Ona görə həm uşaqlarımız çox vacib məqamdır ki, bizim uşaqlar gəlsin, buradakı yaşayanlar həm dilimizi öyrənsin, başqa ölkələrdəki uşaqlarla bir yerdə araya gəlsin. Çünki mənim planımda odur ki, biz digər ölkələrdən də uşaqlarla master klasslar keçirək, həm musiqi, həm Azərbaycan dilini gəlsinlər, öyrənsinlər. Yəni ona görə mənim üçün bu çox vacibdir və bunu sevgi ilə davam eləyəcəm həmişə. Burada qarışıq ailələr mövzusu da var. Qarışıq ailələrdə doğulan uşaqların Azərbaycan dilini bilməsi bu Azərbaycan dövlətinin də diqqətində olan məsələdir. Siz belə bir ayrım qoyursunuz ki, o ailələrə daha çox diqqət olunsun.
Təbii ki, o ailələr də onlara çox diqqət göstəriləcək. Onlar özləri də çox diqqət göstərirlər. Uşaqlar gəlirlər sevə-sevə və dərs bitəndən sonra deyirlər biz yenə dərs istəyirik. O qədər maraqlı onlara keçir. Ana dili və musiqi dərslərimiz və təbii ki, burada musiqi dərslərində də eyni zamanda Azərbaycan musiqisi, bəstəkarları, mədəniyyəti, onlar hamısı, yəni onların diqqətinə, onlara da nəzər salacağıq ki, amma yəni çox ilhamlı bir atmosferada biz çalışacağıq. Dünya heyran bu şirin Vüqarlı doğma sözə 50 milyon insanı qovuşduran möcüzə 50 milyon soydaşın Damarında axan qan Ruhumuz, varlığımız Adımız Azərbaycan Almaniya sizdə nəyi dəyişib? Bir Azərbaycanlı kimi nəyi dəyişib? Mən Azərbaycanda necə idimsə, elə də burdayam. Mən də təbii ki, mən həm İtaliyada yaşamışam, həm Almaniyada. Necə insanları sevirdim, elə də sevirəm. Hörmət və s. Yəni məndə dəyişiklik belə çox böyük dəyişiklik olmayıb. Çünki şimdi həmişə necə varam, elə də qalmışam. Qadın doğrudan böyük qüvvədir. Çox böyük qüvvədir. Çox böyük və qadından çox şey asılıdır. Qadın işıq verəndə hamısı işıqlanır. Bütün ailə və bəzən deyirlər bizdə ki, kişi ailə başçısıdır. Amma məncə qadın ailə başçısıdır. Çünki qadından çox şey asılıdır. Kişinin işi də, həval ruhiyyəsi, hər şey qadından gəlir. Həmçinin uşaq da. Yəni elə bir ki, enerji verməlidir qadın. Enerji verməyəndə onda ailə biraz problemlər yaşanır. Azərbaycandan qonaqlar gələndə yəqin ki, bu sizə doğrudan da başqa bir əhval-ruhiyyə verir. Biz Azərbaycandan gəlmişik, sizlə görüşürük. Desək ki, bunu bir musiqi ilə ifadə eləyin. Azərbaycandan qonaqlar gəlib və sevinirsiniz. Hansı musiqini çalardınız? Şad bir musiqi, segah muğamı üzərində olan bir musiqi, sevgi ilə dolu. Bəs gedəndə hansı musiqi ilə bizi yola salardınız? Gedəndə şurla. Mən ən sevdiyim muğam şurdur. Yəni qüvvətli, güclü və yəni kədərli deyil. Olmağın Bəli. rəmzi. Bəli, bərabər olmağın rəmzi, yəni kədərli deyil. Mən istərdim ki, hər şey, yəni həmişə şad olaq hər işdə, yəni və elə də yola salmaq. Bir olaq. Bir olaq, birlik olaq. Elin olursan Vatanına yaxın dur Vatanına yaxın